Salam, axşamınız xeyir olsun. Çınar TV Yardım Qrup əhlinin izləyiciləri, Çınar TV izləyiciləri və hər kəs salamlayıram bir də buradan. Bu günləri biz Çınar TV komandası olaraq Şəmkir rayonundayıq. Deməli bir qardaşın gəlmişik dəstək verməyə, az da olsa sağ qardaş. Deməli dərz edilər. Bu qardaşın qardaşı birinci qrup xəstədir. Özü də hazırda işsizdir. Yəni işləyən adamdır, hazırda işsizdir. Yəni atası da müharibə veteranıdır, birinci Qarabağ müharibə veteranıdır. Və sizdən çox xahiş edirəm ki, sahibkarlar, bu qardaşı izləyənlər Şəmkir rayonunda, qardaşsan var? Vayn Qarovda yaşayır. Maşallah tərəfə yaxın. Sahibkarlardan xahiş edirik, dəstək istəyirəm işdən bağlı. Yəni nə olsa axıranla, mühafizə ilə belə, yəni satsızı nə olsa da. Bu qardaşa işdən bağlı dəstək verin. Çox xahiş edirəm biz izləyənlər. Və biz də az da olsa gəlmişik qardaşların dəstəyi ilə ərzaq yardımını gətirməyə bu qardaş. Hava xoş olsun. Bu Ramazan ayında, müqəddəs Ramazan ayında xahiş edirəm. Yaşlılıq eləyək. Bu qardaşa dəstək olun. Yəni qardaş hazırda işsizdir, işləmək istəyir. Hər hansı bir işdən xahiş edib dəstək verin, təmin edin, o da öz ailəsini dolandırsın. Və xahiş edirəm buradan, bax qardaşın əqlənməsi yerləşdirəcəm. Kim nə köməklik eləmək istəyirsə, öz dəstəyini versin, Allah xatirinə. Əsas məsələn iş istəyirəm, yəni Bəs yaxına çəkərəm. sahibkarlardan iş istəyirəm. Yəni xəstə qardaşım var, 2 qız uşağım var. Kim dəstək olsa sevinərəm. Gözəl aydır, Ramazan aydır. Bu qədər. Oldu. Sağ ol. Allah kömək olsun qardaş. Sağ ol. Başqa bir ailədə var, ona getməliyik, vaxtımız azdır, dərz edilər. Xahiş edirəm bizim kanala dəstək olun, izləyin, like verin, abunə olun. Hələlik növbəti ailəyə gedirik.